Yəni bunlar hamısı sənin oyunun olub. 2 ilə yaxındır ki, plan cızıb. İmkan vermərəm ki, sənin Tahirdən övladın olsun. Sən daha səhvin olmadı bu məsələlərdə. Mənlə nişanlı olan min cür hoqqadan çıxdım. Anar, sən xəstəsən. Qaçırdıq nədir? Sən hara baxırdın? Başımdan vurdu, özümdə değildim ben. Bir qıza da sahib çıxa bilmirsən. Səni bir yerde gedəcəm. Ya gözlə. Otağı göstərə bilərsiniz, mən hazır eləyim. Yok, pis mən ona baxmıram. Bir şey deyim sənə. Sən dünyanın ən gözəl qadınısan, ey olmaz. Solmaz. Azar, nə olur? Tahir aparıram xəstəxanaya. Anar vurub başını yarıb. İnanırsan necə xoşbaxt hiss eləyirəm özümü. Bizim üçün ən yaxşısı nədir? Mən onu eləyəcəm. Mənə inan. Mən sənə inanıram. Gəldim evə, gördüm Tahir yıxılıb yerə. Pərdə də yox. Oyandı, dedi ki, Anar gəlmişdi. Anar ölməmiş, əl çəkməyəcək də bizdən. Rol zəng eləmişdi. Tahir xəstəxanadadır. Beyin sirkələnməsi keçirib, psixoloji vəziyyətinə təsir ola bilər. Mən bir şey anladım ki, məcburiyyət insanlara hər şey elətdirir. Həkim! Sənə elə bir sürprizim var ki, dünyaları verəcəm sənə. Xəyanət 16 dekabr saat 22-də Xəzərdə.